Salam dostlar, həmişəki kimi mən yenə də sizləri müəyyən qızılgül sortları ilə tanış eləmək istəyirəm ki, çünki hal-hazırda bildiyiniz kimi bazarda çoxlu işbazlar peyda olublar. Bütün gülləri Qalanski gül adı ilə, yəni sortunu bilmədən, onun xassələrini bilmədən, onun təbiətdə yaşam fərqini bilmədən alıcılara təqdim eləyirlər və daha çox çalışırlar ki, onları aldatsınlar. Yəni bu dəqiqə həddindən artıq çox qızıl güllə məşğul olan dırnaqarası satıcılar peyda olublar ki, qızıl gülün mənbəyini, mənşəyini bilmədən onları kütləvi halda bazarlara çıxardırlar və məlumatsız olan alıcıya demək olar ki, bir növ bu gülləri satmaqda fəaldılar. Hal-hazırda qarşınızda Yapon gözəli lavandavi buket, yəni lavanda buketi çiçəyidir ki, bu çiçək Qalanski deyil, çox böyük bir kollaşmağa meyillidir. Yapon seleksiyaçılarının məhsuludur. Yəni ki, muskat ətiri ilə floribunda ətirini birləşdirərək bax belə bənövşəyə çalan, gözəl, həddindən artıq kollanan, böyüyən, hündür bir kol, bir qızıl gül ortaya çıxardıblar. Bu qızıl gül də bir çox qızıl güllər kimi seleksiya nəticəsində əmələ gəldiyindən alimlər, yəni seleksiyaçılar bu çiçəyə bir çox xassələri özündə birləşdirməyə çalışıblar. Yəni ki, bu həm çoxlu çiçəklənmədir, həm həddindən artıq gözəl muskat ətiridir. Bundan sonra xəstəliklərə davamlılığıdır, soyuğa davamlılığıdır və bundan da əlavə həmən çiçəyin demək olar ki, təbiətdə bütün çətinliklərə, məsəl üçün ola bilər ki, siz uzun müddət bu çiçəyi sulaya bilməyəsiniz, buna görə narahat olmağa dəyməz, o çox dözümlüdür, həddindən artıq dözümü var və əsas da onu başqa çiçəklərdən seçilən onun gövdəsidir. Gövdəsi və budaqlarıdır. Budaqlarında bax gördüyünüz kimi bir dənə də olsun